Azərbaycanla Slovakiya arasındakı əlaqələr konkret layihələrə əsaslanan strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. İki ölkə arasında formalaşan bu çoxşaxəli əməkdaşlıq, hərbi texniki tərəfdaşlıq, qlobal enerji təhlükəsizliyi, beynəlxalq nəqliyyat və Qarabağın yenidən qurulması sahələrində mühüm rol oynayır. Münasibətlərin fundamental əsasını tərəflərin beynəlxalq hüquq müstəvisində bir-birinin suverenliyinə və ərazi bütövlüyünə verdiyi qəti dəstək təşkil eləyir. Slovakiya prezidenti Peter Pellegrinin Azərbaycana reallaşan rəsmi səfəri çərçivəsində birbaşa Qarabağa gələrək Şuşa və Ağdam şəhərlərini ziyarət etməsi bu yüksək etimadın əyani göstəricisidir. Şuşada keçirilən ali səviyyəli rəsmi görüşlər və dövlət başçılarının birgə bəyanatları iki ölkə arasındakı bağların gələcək inkişaf xəttini bəyanatlardan uzaq, tamamilə praktiki müstəviyə daşıyır. Azərbaycanla Slovakiya arasında əlaqələr sürətlə inkişaf edir. İki ölkə arasında münasibətlərin irəliyə daşınması üçün iqtisadi potensialla yanaşı siyasi iradə də mövcuddur. Slovakiya işğaldan azad olunmuş ərazilərə investisiya yatıran ölkələrdən biridir və daim Azərbaycanın haqlı mövqeyini dəstəkləyib. Bölgədə sabitliyin təmin olunmasında maraqlıdır. Ona görə də dövlət başçılarının görüşünün Qarabağda təşkil olunması rəmzi xarakter daşıyır. Azərbaycan Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasında rol oynayır. Eyni zamanda orta dəhlizin aparıcı ölkəsidir. Buna görə də Azərbaycanla iqtisadi əlaqələrin inkişafı Slovakiyanın maraqlarına cavab verir. Digər tərəfdən Slovakiya Avropa İttifaqının üzvüdür və bir sıra istiqamətlərdə ciddi iqtisadi potensiala malikdir. Azərbaycan da Slovakiya əlaqələrinin inkişafında maraqlıdır və hesab edirəm ki, iki ölkə arasında münasibətlərin inkişafı strateji xarakter daşıyır. İstər yüksək səviyyəli qarşılıq səfərlər, istərsə də imzalanan sazişlərə baxsaq, biz iki ölkə arasında əlaqələrin inkişafı üçün perspektivlərin olduğunu müşahidə edə bilərik. İki tərəfli əməkdaşlığın ən dinamik istiqamətlərindən biri enerji sahəsidir. Slovakiya Azərbaycan təbii qazının Avropa nəqlini nəzərdə tutan həmrəylik halqası layihəsinin fəal iştirakçısıdır. Xüsusilə Ukrayna üzərindən tranzitin dayandırılması riskləri zamanı Azərbaycanın operativ reaksiyası Slovakiyanın daxili qaz təchizatındakı boşluğun doldurulmasına böyük töhfə verdi. Bu layihə Slovakiyanın öz enerji mənbələrini şaxələndirilməsi baxımından həyati əhəmiyyət kəsb etməklə yanaşı tərəflərin 2027-ci ildən sonra da enerji təchizatı üçün sabit, uzun müddətli həll variantları tapmaq niyyətini gücləndirir. Bundan əlavə nəqliyyat sahəsində və xalqlararası təmasların gücləndirilməsi məqsədi ilə Bratislava və Bakı arasında birbaşa aviareyslərin açılması təmin edilir. İki dost ölkəni bir-birinə daha da yaxınlaşdıran bu addım təhsil, turizm və insanlar arasında təmasları asanlaşdırır, biznes dairələri əsasında əlaqələri sürətləndirərək qarşılıqlı investisiya imkanları artırır. Geniş tərkibli nümayəndə heyətlərinin və Mərkəzi Bank rəhbərlərinin təmasları, keçirilən birgə biznes forumları iqtisadi tərəfdaşlığı iki tərəfli alqı-satqıdan çıxararaq qarşılıqlı faydalı layihələrə çevirir. Eyni zamanda Slovakiya şirkətlərinin işğaldan azad edilmiş Azərbaycan ərazilərində, xüsusilə Ağdamda həyata keçirilən yenidən qurma, tikinti bərpa və infrastruktur işlərinə cəlb olunması bu tərəfdaşlığın humanist xarakterini göstərir. Ağdamın Başqərvənd kəndində icra olunan Ağlı kənd layihəsi, orada tikilən məktəbin Slovak general Milan Rastislav Stefanikin adını daşıması Slovakiyanın irsinin Qarabağda uzun müddətli varlığını təmin eləyir. Azərbaycan-Slovakiya münasibətləri hazırda həm regional sabitliyin qorunması, həm iqtisadi maraqların təmini, həm də diplomatik həmrəylik baxımından hər iki ölkəyə fayda gətirərək sürətlə inkişaf eləyir. Tərəflər yeni vüsət almış əlaqələri sürətləndirmək və genişləndirmək haqqında qərarlıdırlar. Yəni bu istiqamətdə addım atırlar. Eyni zamanda Slovakiyanın Qarabağ və Şərqi Zəngəzurun bərpası prosesində iştirakı da bu baxımdan əhəmiyyətlidir və ölkələrarası münasibətlərin inkişaf istiqamətini göstərir. Tərəflər arasında hərbi sahədə də əməkdaşlıq genişlənir. Dəlib belə deyək, ticarətin geniş spektri mövcuddur, amma eyni zamanda da bu iki ölkə arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial da mövcuddur. Ölkə prezidentlərinin mütəmadi görüşləri və səfərləri bu istiqamətdə atılan addımların ardıcıl və davamlı olacağını göstərir. Bütün bunlarla yanaşı iki ölkə arasında müdafiə sənayesi və hərbi texniki sahənin inkişafı da yüksək səviyyədədir. Hər iki ölkənin müdafiə qurumları və nazirlikləri arasında imzalanmış sazişlər nəticəsində artıq sadə ticarət deyil, birgə istehsal, hərbi təchizat və texnologiya
texnologiya transferi istiqamətində də real addımlar atılır. Müdafiə imkanlarının gücləndirilməsinə hesablanmış bu strateji əməkdaşlığın ilk bəhrələri Bakıda keçiriləcək ADEX Beynəlxalq Müdafiə sərgisində birgə layihələr kimi rəsmən təqdim olunur.